Başlayaq söhbətimizə. Əziz dostlar, yəqin siz də ətrafınızda belə söhbətlərə şahid olursunuz. Kimsə sizdən soruşur, kökəlmişəm, arıqlamışam, kök görünürəm, yoxsa arığam və yaxud da siz bu sualı verirsiniz kiməsə. Mən bu kimi suallara dəqiq bir cavabım var. Həmişə deyirəm ki, onu məndən soruşmağa ehtiyac yoxdur ki, o sualın ən yaxşı cavabını tərəzi verir. Tərəzi. Düzdür, mənim gözüm yanıla bilər, səhv görə bilərəm. Yəni, çəkinin ən dəqiq ifadəsi tərəzidə olur. Və təkcə çəki ilə bağlı deyil bu məsələni. Uzun illər, qədimlərdə vaxtla bağlı problem var idi. Biri vaxtı günəşlə ölçürdü, biri ayla ölçürdü. Biri Siyavuş Novruzov kimi vedrə ilə ölçürdü. Ölçü vahidləri orta əsrlərdən sonra standartlaşdı və meyarlar müəyyən olundu. Müxtəlif sahələrlə bağlı. Çəki ilə, sahə ilə, hər şeylə bağlı standartlar, zamanla standartlar müəyyən olundu və adamlar ona uyğun ölçmələrə başladılar. Eyni şey həyat şəraiti, ölkədəki vəziyyətlə bağlıdır. Niyə görə bu uzun müqəddimə ilə başladım söhbətə? Çünki Azərbaycandakı vəziyyəti biz tənqid eləyəndə ağası göyçək olan trollar ortaya düşür və yaxud da sadəlöv vətəndaşlarımız olur, belə cavab verirlər. Cəmaət lap yaxşı yaşayır. Məsələn, Bakıda restoranlar ağzına qədər doludur. Cəmaət pis yaşayırsa, bəs nədir bu? Adamlar hardadır? Bunlar hamısı əcnəbi deyil. Və yaxud da baxın Bakının küçələrində maşınlar, bahalı maşınlar və s. Bu da bir sübutdur ki, ölkəmizdə vəziyyət əladır. Çiçək kimidir. Eşidibsiz də bu sözləri. İndi mən bu sözlərin nə dərəcədə əsassız, standartlardan kənar olduğunu sübut eləmək istəyirəm. Və sizin də fikriniz mümkün olsa yazılsın bura, mən oxuyacağım. Buradan yeni yol salıblar. Ümid eləyirəm ki, müvəqqəti yol deyil, azmayacam. Bir yoxlayaq. Demək, əziz qardaşlar və bacılar, fərz eləyin ki, sizin bir avtomobiliniz var. Və siz o avtomobillə yola çıxmalısınız, səfər eləməlisiniz. Avtomobili alıbsınız, tutaq ki, ikinci aldı. Və yaxud da elə salafanın içərisində almışsınız. Sizin də bir dünyada məşhur olan bir maşın ustanız var. Maşının cikin də bilir, bikin də. Yəni, maşın mövzusunda bilmədiyi bir şey yoxdur. İndi mənə cavab verin. O adam desə ki, min bu maşına sür. Heç bir problemi yoxdur. Bu sizin üçün kifayət eləyərmi? Yəni, o bilici dostunuzun, sənətkarın sözü kifayət eləyəcəkmi ki, maşını minib sürəsiz? Əlbəttə ki, sürə bilərsiniz. Amma yol polisi sizi saxlasa, qais sizi saxlasa, sizdən o bilici dostunuzun rəyin soruşmayacaqsınız. Hətta ona zəng eləsəz, canlı yayıma qoşulsa, hətta yanınızda olsa belə, desə ki, bu maşının heç bir texniki problemi yoxdur, sürə bilər, qay onunla razı olmayacaq. Razısınız məndən? Cərmənizi yazacaq. Deyəcək ki, sizin texniki baxışdan keçməmişsiniz maşından. Ona görə sizə cərmə düşür. Bax, dövlətlərin də standartları ayrı-ayrı adamların sözləri ilə ölçülmür. Yapın trolları olsun, trol yerinə özün vuran intellektual yaltaqlar olsun. Onların ağzı ilə heç kim heç nəyi ölçmür. Dövlətin yaxşı, pis olmasının meyarına beynəlxalq təşkilatlar var. İlham Əliyev, siz, mən, onları bəyənsək də, bəyənməsək də, bunu qiymətləndirən təşkilatlar var. 4-5, məsələn, iqtisadi azadlığı qiymətləndirir ki, orada iqtisadi azadlıq nə yerdədir, səhiyyənin vəziyyəti nə yerdədir, təhsilin vəziyyəti nə yerdədir,
söz azadlığı nə yerdədir, hüquqlar necədir, məhkəmələr necədir. 5-6 belə təşkilat var. O təşkilatların hamısında Azərbaycanın göstəricisi siyahının dibidir. Bunu Natiq özündən uydurmur. Bu açıq hesabatlar da Azərbaycan hakimiyyətinə də təqdim olunur, saytlarda da, hər yerdə dərc olunur bu. Fikrimi çatdıra bilirəm. Yəni konkret meyarlar var, standartlar var. Onunla ölkədəki vəziyyət ölçülür və hər il bunu edir və çox təəssüf ki, üzüqara hökumətin fəaliyyəti nəticəsində bizim göstəricilər orada aşağı yer tutur. Necə ki, bizim dostumuz desə ki, maşın yaxşı işləyir, o bizə heç nə vermir, avtomobilin idarə edilməsi ilə bağlı. Eləcə də beynəlxalq təşkilatların hesabatlarında layiqli yer tutmadan heç kim qürrələnə bilməz. Azərbaycanda vəziyyətin yaxşı olduğunu deyə bilməz. Ölkənin 1 milyon əhalisi var. Üzr istəyirəm, 10 milyon. Azərbaycanda restoranların sayı nə qədərdir? Tutaq ki, o 1 milyonun 1%-nin zənginin sayı kifayətdir ki, o restoranlar aşsın, daşsın. İndi deyə bilərsiniz ki, təkcə varlılar getmir ki, nə olsun? Nə olsun? Bir meyara görə ölkənin iqtisadi, siyasi vəziyyətini qiymətləndirmək olar. Hökumətin özünün bəyan elədiyi statistika var. Hökumətin özünün, bu saxtakar hökumətin bir neçə yayımda demişəm. Azərbaycan əhalisinin 70%-dir, nə qədərdir? Kredit borcları var. Hələ adamların bir-birinə olan borcların demirəm. Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq qohumluq bağları, yaxınlıq, ailəcanlılıq güclü olub. İndi də şükür ki, elədir. Bu bir tərəfdən bizə müsbət gətirib. O baxımdan ki, adamlar problemlərin öz yaxınları hesabına həll eləyir. Qohumundan, dayısından, əmsindən, xalasından borc alır, kömək istəyir və s. O bir tərəfdən hökumətin məsuliyyətini azaldır. Bizim kimi tüfeyli hökumətlərin, hakimiyyətlərin qayğısını azaldır. Deyir ki, cəmaat öz başına saxlayacaq da. Bununla belə Azərbaycanlıların bir-birinə dayaq durmasının fonunda belə Azərbaycanda son illər siz məhkəmə qərarlarına baxın, nə qədər yaxın adamlar arasında problem yaranıb. Dolanışıq ucbatından, pul ucbatından, borc ucbatından, borcu qaytara bilməmək səbəbindən adamlar, qohumlar, yaxınlar bir-birini qətlə yetirir. Bir-birinləri ilə düşmənçiliyə qalxır. Böyük məbləğlərdən də söhbət getmir, 100 minlər, 200 minlər yox. 2000, 3000, 10.000 manat borca görə adamlar əzdadlarından bəri qalan o qohumluq münasibətlərin baltalayır, dava düşür, söz-söhbət düşür, qırğın düşür insanlar arasında. Bu da cəmiyyətimizi, insanlarımızın arasında olan münasibətləri zədələyir. Bu elə bizim, məncə, iqtisadi vəziyyətimizin hansı halda olmasına bariz bir sübutdur. Söz azadlığı, toplaşmaq azadlığı, siyasi azadlıqlar, bu barədə mən heç danışmaq istəmirəm. Çünki bir ölkədə ki, mitinglərə icazə verilmir. Adamların toplaşıb sözünü deməyə imkan verilmir. Ölkədə müxalifətin fəaliyyəti qadağan edilib. Müxalifətçiliyi ən pis nümunələrlə təqdim eləyirlər. Güya bunlar terrorçudur, xalq düşmənləridir, vətən xainləridir və s. Burada hansı biz siyasi azadlıqlardan danışa bilərik. Siyasi azadlığın olmadığı yerdə isə inkişaf ola bilməz. Bəzi xırda nümunələr var, məsələn, çox azdır bunlar ki, hakimiyyət siyasi azadlığı verməyib, amma iqtisadi azadlığı verib. Adamlar dolana bilir. Tutaq ki, seçkilərdə filanda səsləri uğurlanır, amma imkan verirlər ki, adamlar ortabab və yaxud da ortababdan yuxarı yaşasınlar, iqtisadi fəaliyyət göstərsinlər. Azərbaycanda o sahəyə də əl qoyulub. Görməmişlik, azgözlük o həddədir ki, neftdən, qazdan nə qədər pul əldə edirlər, amma gəlirlər, tutaq ki, göyərti satanın göyərtidir də bu.
10 qəpiyə satırlar Azərbaycanda, 15 qəpiyə satırlar. O adamlardan da rüşvət alırlar. Onların da boğazlarına şərik olurlar. Kənd təsərrüfatında min bir zülümlə adamlar əziyyət çəkir. Nə bilim, pomidor yetişdirirlər, kartof yetişdirirlər. Monopoliya ilə onların da gözünü çıxardırlar. Yəni bu faktdan da göstərmək istəyirəm ki, bizim ölkədə iki tərəfli saxtakarlıq var. İki tərəfli görməmişlik var, ləlönlük var. Təkcə siyasi hakimiyyətlə kifayətlənməyiblər. Təkcə siyasi hakimiyyətin onlara verdiyi neft, qaz gəlirləri ilə gözləri doymur. Adamların min bir zəhmətlə əldə elədiyi o xırda məbləğə də göz dikirlər, incidirlər polislə, nə bilim, sahə inspektori ilə, gigiyeni ilə. Balaca ticarət mərkəzləri var. Onlardan gəlirlər, rüşvətlər yığırlar. Düzdürmü? Yəni restoranlardakı o adamların sıxlığını görüb ölkəni tərifləyən adamlar bu negativ halı görə bilmirlər, başa düşmürlər, yaşaya bilmirlər. Yəni yaşadıkları şəraitdə qohumlarından, qardaşlarından ilə öz nümunələrindən örnək ala bilmirlər ki, adamlar borc içində necə çırpınırlar. Məncə bu məsələ ilə bağlı mübahisə mövzusu yoxdur, amma şərhlərə baxın, mən elə xoşlamıram ki, elə hamı mən deyənlə razılaşsın. Əks fikirlər olarsa, onları da cavablandırım. Sonra bir mövzu da var, onun haqqında danışmaq istəyirəm. Şərhlərə baxaq. Niyazi bəy yazır ki, hakimiyyət uşaq pulu vermir, ona görə ki, artımımızı istəmirlər. Cavab verərəm buna. Elmir bəy yazır ki, 4 milyon ata-analarının təqaüdü ilə dolanır. 10 milyonun 6 milyonu rejimin əli ilə qaçıb, 5 milyonu qalıb burada, 1 milyonu yaşayır, qalanı sürünür. 1 milyon deyil, Niyazi bəy, 1 milyon deyil, daha azdır. Bir dəfə iqtisadçı var, Rövşən Hüseynov. Üzr istəyirəm ki, Rövşən Hüseynov deyil. Rövşən bəy, Beyləqanla iqtisadçı. Onun dəqiq statistika əsasında hesablamışdı ki, 25 min ailədir Azərbaycana o soğuran, qanın, canın içən və bütün sərvətlərin üzərində hökmranlıq edən 25 min ailə, indi o ailənin də üzvlərinin hesabında 200-300 min insandan söhbət gedir ki, onlar dünya zənginləri səviyyəsində yaşayır. Allah yar və yazır ki, Siyavuşun adını eşidən kimi fransızlar da gülür. Düzdür, Siyavuşun adını çəkəndə gülməmək mümkün deyil. Ona görə də bəlkə ona biraz rəhmət düşür. Siyavuş heç olmaya kreativdir də. İndi bu Paşayevlərin kadrlarının yanında gün nə pis düşür. Görüm çevirilsəm necə. Belə daha yaxşıdır. Paşayevlərin kadrlarının yanında Siyavuş Novruzov mələk kimi görünür. Uşaq pulu və əhalinin sayı ilə bağlı məsələyə mən toxunum. Uşaq pulunu bizim artmağımıza mı görə vermirlər? Bilmirəm, əsas faktor odur. Çünki Azərbaycanlılar son illərdə, bilmirəm, xəbəriniz var yoxsa yoxdur, son 3 ildə bizim artım sürətimiz düşüb, yanılmıramsa 92-ci il yoxsa 93-cü il səviyyəsinə. Yəni bu statistika mənim özümü də heyrətləndirdi. Dəqiqləşdirə bilərsiniz, Google-a girin, yazın, tapa bilməsəz məndən kömək istəyirsiniz, mən yazarım. Yəni əhalimizin sayı son illərdə azalmağa doğru gedir. Yəni ümumi olaraq rəqəmin artması sizi təəccübləndirə bilər, amma yeni doğulan uşaqlardan nəzərdə tuturam ki, yeni doğuşların sayı son 3 ildə kəskin şəkildə azalıb, yəni gözə görünməyəcək şəkildə. Əhali artır, azalır, ona görə hökumət qərar verir ki, uşaq pulu verməsin. Bunun heç birinin əsası yoxdur. Bu uşaqların haqqıdır. Canı çıxıb verməlidir. Bir ölkədə ki, heç bir ictimai faydalığı olmayan deputatlara bu hökumət 7 min, 8 min manat pul verir. Nə bilim, onlara təqaüd pulu verir.
gəzmək pulu verir, ezamiyyət pulu verir. Bunlar da hamısı bir yerdə 10.000 aşan rəqəmdir. Orada qazilərə canın risk atan oğlanlardan söhbət gedir. Torpağı azad edən insanlardan gedir. 80 manat uşaq pulu verir. Üzr istəyirəm. Qazi pulu verir. Veteran pulu. 80 manat. Heç bir iş görməyən, gülüş mövzusu olan, mürtəci, saxta deputatlara 10.000, qazilərə 80 manat. O ölkənin rəhbərliyinin nəzərində uşaqların hansı dəyər ola bilər? Bütün ölkələrdə qazilər, torpaqların azadlığında xidmət eləmiş insanlar mücəffərlər kimidir. Çünki adamlar öz canları ilə risk eləyə bilər, torpaq azad eləyə bilər, döyüşə atılırlar. 80 manat bu adam pul verir onlara aylıq. Azərbaycanda siqaretin qiyməti neçədir bilmirəm. Hər halda 2 manata yaxındır da, düzdür. 25-30 paçka sigaret eləyir. Yəni bir qazi günə bir qutu sigaret çəksə, onun aldığı pul sigaretinə satır. Halbuki onların istirahətə ehtiyacları var, dərmanlara ehtiyacı var, ailə qayğıları var. Belə bir hökumətdən danışırıq biz. Bu hökumət bizi nə qədər hiddətləndirirsə, onu tərifləyən trollar, pulsuz onlara nökərçilik edən adamlar daha çox ikraha layiqdirlər. Ki, necə bu cür vəhşiləri, bu cür qan içənləri tərifləmək olar? Hər gün bahalaşma, hər gün haqsızlıq. Naxçıvanda bildiniz, 2 gün əvvəl daha bir qazimiz intihar elədi. Kimdir bunun bahiskarı? 44 gün bəxtimiz gətirib, 44 gün müharibə davam eləyib. 2 ayda deyil. Düşünün ki, bu müharibə 1 il davam eləsəydi, 2 il davam eləsəydi, o qazilərin, o şəhid ailələrinin qayğısının öhdəsindən necə gələcəkdi bu vecsiz hökumət? 44 gün yaralananların, şəhid ailələrinin sayı Azərbaycanın imkanları ilə müqayisədə çox cüzidir. Amma onunla belə onların nə psixoloji qayğısına qalırlar, reabilitasiya mərkəzləri və yaxud da iş şəraiti təmin olunmur. Onlar da o aldıqları mənəvi sarsıntıdan və yaşadıqları bugünkü sarsıntılardan təngə gəlib canlarına qoyurlar. Və bu bizim müzakirə mövzumuz olmur. Yazırıq bir dənə status, şəkil paylaşırıq. Rəhmət diləyirik və salam, işimizi bitmiş sanırıq. Amma belə olmamalıdır ki. Belə olmamalıdır. Və eyni zamanda təkcə qazilər deyil, bütün təbəqələr öz haqlarını tələb eləməlidir. Bu görməmiş əzlaf yığını Azərbaycanın başından rədd olub getməlidir. Hər gün bir nağıl uydurub, bir təbliğat vasitəsi tapıb bizi ofsunlamamalıdırlar. Və biz başa düşməliyik ki, biz bunu bacara bilərik. Hökumət ki, bütün resursları ilə, öz agentləri, trolları vasitəsilə bizim əlimizi, qolumuzu bağlamaq istəyir. Ruhdan salmaq istəyir ki, güya bunlar, bu rejim odda yanmaz, suda batmaz. Bunlar hamısı əfsanədir. Elə bizim hamımızın yaxın tarixdə gördüyümüz çox əzəmətli diktatorlar xalqın mütəşəkkilliyinin qarşısında mum kimi əriyib gediblər. Ayaqlar altına düşüblər. Qəddafindən, Səddamından, Hafizindən, Bəşərindən çox. Azərbaycan xalqı da bunun öhdəsindən gələ bilər. Sadəcə nə lazımdır? Bizim siyasiləşməyimiz, siyasi haqqımızı tələb eləməyimiz və güclü ictimai rəy. Güclü ictimai rəy istənilən hökuməti dizi üstə gətirməyə qadirdir. 2019-un 19 yanvar mitingin istəyirəm ki, xatırlasın hamı. Bir dənə 20 minlik miting keçirildi Bakıda. Ondan sonra İlham Əliyev düşdü rayonlara, başladı mahnı oxumağa. Meyxana deyirdi, nə bilim, nə mahnısı oxuyurdu. Və deyirdi, cəmaatda deyirdi ki, mənə məktub verin, mənə siqnal verin. Yadınıza gəlirdi o, düzdür? Həmin hakimiyyət, həmin xalqdır. Kifayət qədər dinc bir mitinglə biz nail olduq ki, siyasi məhbusların bir xeyli hissəsi azadlığa çıxsın
Bank kreditlərində hökumət güzəştə getsin, sosial artımlara getsin. Bir dəfə 20 min bir stadion insan məcbur elədi ki, o göylərdə uçan təkəbbüründən hakimiyyətə islahat deməyək, güzəştlərə getməyə. İndi düşünün ki, 100 minlik, 200 minlik mitinglə, aksiyayla, dirənişlə Azərbaycan xalqı nələrə nail ola bilər. İndi deyə bilərsiniz ki, miting, müxalifət miting keçirmir də. Neyək? Keçirsə problemlərimiz həll olur. Müxalifət kimdir ki, biz, sən, mən, o birisi. Müxalifət təşkilatçı rolunu oyna bilər. Bu günləri Əli Kərimli və yaxud da bir başqası görsə ki, Azərbaycan xalqı mütəşəkkil şəkildə mitingə çıxmağa hazırdır, tələblərini eləməyə hazırdır. Onlar da miting qərarı verər. Razılaşdırılmış, razılaşdırılmamış formada edə bilər. Hətta ona imkan verilmirsə, bizim hamımızın imkanı var ki, sosial şəbəkələrin imkanlarından istifadə eləyək. Asif Yusifli, mənim köhnə dostum, çox qabaqlarda bir söz demişdi ki, Allah Markın, bu Facebooku icad eləyən, ölənlərinə rəhmət eləsin. Qabaq biz şəhidlənirdik, biz yəni müxalifətçilər, televiziyamız yoxdur. Bu Facebooku icad eləməklə hərəmizə bir dənə televiziya verdi. Necə də haqlıdır. İndi hamımızın bir televiziyası var. Amma baxaq görək, biz o Azərbaycanın murdar televiziyasını tənqid edən adamlar öz televiziyamızdan necə istifadə edirik? Hansı problemlər danışırıq? Hansı tənqidlər edirik? Məncə çox azımız bu işlə məşğuldur. Əksəriyyətimiz çönüb olmuşuq o tənqid elədiyimiz xoşqədəm Zaurun verilişləri kimi. Ancaq ucuz, mənasız gülməli videolar ki, heç bir ictimai dəyəri yoxdur və yaxud da ki, öz yeyib içməyimizi, gözəl şəkillərimizi paylaşmaqla vəziyyətimizin düzəldiyini ümid eləyirik. Xoşbəxt görüşməyə çalışırıq hamımız. Allah hamımızı xoşbəxt eləsin. Mən də bunun üçün çalışıram, bunun üçün danışıram, əlimdən gələn eləyirəm. Amma real xoşbəxtlik, real gülüş. Buna nail olmaq üçün ölkədəki vəziyyət dəyişmək lazımdır. Və o inamı içimizdə qorumalıyıq. O inamın itməsinə imkan verməməliyik ki, bütün diktatura rejimlərinin silahından da, ordusundan da, polisindən də ən güclü vasitəsi xalqın inamsızlığıdır. Hamısında. Bax, yıxılan diktaturalara baxın, hakimiyyətlərə baxın. Siz elə bilirsiniz ki, onlar ona görə yıxılıb ki, tutaq ki, pulları müxalifətindən az olub və yaxud da polisi yıxılan hakimiyyətdən çox olub gücləri. Yox. Bütün yıxılan hakimiyyətlərin istisnasız olaraq pulu da, silahlı qüvvələri də, ordusu da, polisi də ayağa qalxan xalqdan çox olur, mütəşəkkil olur. Amma onların ümidi olmur. Ümidi və ayağa qalxan, ümidlə, cəsarətlə silahlanan xalq ən vəhşi diktaturaları yıxa bilir. Amma hökumət o ümidsizliyi insanlarda yarada biləndə əşi düzəlməyəcək, xeyri yoxdur. Bax, bu virusları bizim beynimizə yeridib bəsləyə biləndə vəssalam, onda iş tamamdır. Onda diktaturaların ömrü uzanır. Onda onlar məğlub edilməz olur. Bu virus isə birazca beynimizi işə salanda təsir sala düşür. Yaxın tarixi, uzaqlar yox, yaxın tarixi təhlil eləyib görürük ki, ən güclü diktaturalar xalqın mütəşəkkil şəkildə mübarizəyə qalxmasının önündə duruş gətirə bilmir. Azərbaycan xalqı da bütün mənfi hesab ediləcək cəhətlərindən yanaşı tarixdə mübarizəsinin izin qoymuş xalqdır. Eyni xalqdır ki, 88-də meydan hərəkatına çıxıb və imperiyaya qarşı cəbhədə öz fəaliyyətlərini sübut edib, öz gücünü göstərib. Yəni bu xalqın oğlanları, qızları mübarizəyə qalxanda İlham Əliyevin kukla rejimində dəyişməyə qadirdir. Çox uzun danışdım. Baxım görüm şərhlərinizdə mənə yönələn sual varsa onları cavablayayım. Ondan sonra baxa görə nə edirik.
Çünki bu millətin çoxu cahildir, yaltaqdır, bu fakt. Mən bu məsələ ilə razı ola bilmirəm, əziz dostum. Sadəcə o yaltaqları, cahilləri bizim gözümüzə soxurlar. Və bir məsələ, bax bu sözü tez-tez işlədirlər, ona görə istəyirəm ki, bu mövzu ətrafında qısa bir çıxış edeyim, fikrimi yekunlaşdırım. Bizim millətin ona görə gələcəyi deyirlər, parlaq deyil ki, biz ona görə rahatlıq tapmayacaq ki, ətrafımız satqınla, əzlafla, yaltaqla doludur. Bəli, bu faktlar var. Amma faiz etibarı ilə mən düşünmürəm ki, onlar o qədər çoxdur. Hətta çox olsa belə, bizim cəsarətli, mübariz, keyfiyyətli insanlarımızın sayı əsas verir ki, biz vəziyyəti dəyişək. Diktatura şəraitlərinin, diktatura rejimlərinin hamısı üçün xarakterikdir bu. Onlar istəyir ki, hamını yaltaq eləsin, kobud ifadə ilə desək, sulq eləsin, keyfiyyətsiz, qorxaq eləsin, cəsarətsiz eləsin. Amma hamını belə eləmək mümkün deyil. Həmişə, bütün rejimlərdə sağlam insanlar qalır. Amma diktatura rejimləri, avtoritar rejimlər bilirsiniz nə edir? O yaltaqları vitrinə düzür. Vitrinə. Yəni baxırsan televiziyada yaltaq. Küçədə, məhəllədə tutaq ki, bir gözə girən yerdə yaltaq. Və belə təəssürat yaranır ki, xeyri yoxdur. Xeyri yoxdur, bu millət hamısı belədir. Amma belə deyil. Yaxşı adamlar da var, cəsur adamlar da var. Və onlar uzaqda mənim kimi qaçıb ölkədən çıxmıyorlar. Sizin böyür başınızda danışırlar, məndən də yaxşı danışırlar, məndən də sərt danışırlar, hakimiyyət tənqid edirlər. Onlar da sizin kimi bu xalqın oğludur. Onlardan biri ola bilərsiniz, onların yanında ola bilərsiniz. Və unutmayın, təşkilatlanmış azlıq çoxluğa qalib gələ bilir. Yəni 10, 20, 30, 100 təşkilatlanmış, əqidəli, sağlam, mənəviyyatlı, mübariz insan özündən 100 dəfə, 1000 dəfə güclü insanlara, qruplara qalib gələ bilir. Bu da mənim sözüm deyil, sosiologiyanın qanunlarıdır. Bax, bu inamı ürəyinizdə qoruyun, özünüzə inamınızı itirməyin və mütləq biz bu rejimin yıxıldığın, dəyişdiyini görəcəyik və Azərbaycan da insanlarına layiq bir ölkə halına gələcək. Sağlıqla qalın.